day off'umdu və düşündüm ki, bu vlogu evdə başlamaq olmaz, biraz fərqli olsun. Düşündüm ki, neyim və belə qərara gəldik ki, rəfiqəmlə Ağşəhərə gələk və hal-hazırda gəlmişik və özümə yeməyə zakaz eləmişəm. Süfrəni sizə göstərərəm. Gossip time deyə bilərik. Dostlar, yeməklərimizi yedik, doyduq, söhbətlərimizi elədik və düşünürük ki, biraz oturandan sonra qalxaq, biraz gəzək. Səs-küy eşidə bilirsiniz məncə. Ona görə nə qədər tez dursa, o qədər yaxşı. Bəli dostlar, biz gedib çıxırıq. Çay biraz gəzintimizi elədik, söhbətimizi elədik və artıq evə yollanırıq. Deməlim, Ağşəhərdən Raboçaya çıxıb oradan evə yollanırıq. Gəlmişik marketə, niyə deyə soruşsanız, yeməkdən sonra saqqız istədik və ürəyim önündə istədi. Bilirəm, orada da güləkdir. Evdəyəm, görüşdə olarkən çox şeylər çəkə bilmədim, çünki çox söhbət var idi. İndi isə gəlmişəm evə və makyajımı siləcəm. Birlikdə siləyim. Üzümü mütləq suyuyla yudduqdan sonra bundan istifadə edirəm. Hansı ki, dəri tonlamasının iyi olmasına kömək edir və mütləq suyundan sonra istifadə olunur. Artıq ev halındayam. Tamamilə makyajımı sildim, özümü nəmləndirdim. Gəlmişəm axşam yeməyə. Ümumiyyətlə, biraz bugünkü gün haqqında danışım. Bugünkü günümün birinci yarısı çox maraqsız keçdi. Maraqsız deyəndə isə özüm belə olmasını istədim. Çünki həmişə day off olan günləri səmərəli keçsin deyə başdan ayağa planlayıram və yoruluram. Ona görə düşündüm ki, birinci yarısı ancaq evdə olacam ki, fiziki olaraq dincəlim, enerjim yerinə gəlsin və ikinci yarısı nəsə planlamışdım. Belə də elədim. Ona görə birinci yarısı çox belə pasiv keçdi. İkinci yarısı isə aktiv elədim. Rəfiqəmlə görüşdük, danışdıq, dedik, güldük, çoxlu gəzdik, TikTok videoları çəkdim. Qızlar məni başa düşər. O ki, 2 nəfər görüşəndən sonra elə bilirsən ki, bütün günün elə bil ki, indi başlayırmış kimi bir his gəlir adama. Çox maraqlı keçdi deyə bilərəm. Oradan da evə gəldik, gördüyünüz kimi oturmuşam, yeməğimi yeyəcəm. Siz isə sağ olun, salamat qalın.